Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. In many countries, food waste has become an increasingly serious environmental and social issue as large amounts of edible food are thrown away every day by supermarkets, farms, and restaurants, even though it could still be safely eaten. Bir çox ölkələrdə qida tullantıları getdikcə daha ciddi ekoloji və sosial problemə çevrilib. Çünki supermarketlər, fermalar və restoranlar tərəfindən hər gün çoxlu miqdarda yeməli qida atılır. Baxmayaraq ki, onlar təhlükəsiz şəkildə yeyinə bilər. To respond this problem, a new type of restaurant concept has appeared. Bu problemə cavab olaraq yeni bir restoran konsepsiyası ortaya çıxıb. These places are called food waste cafes or surplus food restaurants, which aim to turn unsold but usable food into fresh and high quality meals. Bu yerlər satılmamış, lakin istifadəyə yararlı qidaları təzə və yüksək keyfiyyətli yeməklərə çevirməyə hədəfləyən qida tullantıları kafeleri və yaxud da ki, artıq qida restoranları adlanır. One well-known example is the Real Junk Food Project in the United Kingdom, which collects extra food from supermarkets, bakeries, and different suppliers across the country. Tanınmış bir nümunə ölkə daxilində supermarketlərdən, çörək və sexlərindən və müxtəlif təchizatçılardan əlavə qida toplayan Birləşmiş Krallıqdakı əsl zərərli qida layihəsidir. This food is often rejected for small reasons, such as damaged packaging, incorrect labels, or because of being close to its best before date. Also, it remains safe and nutrient. Qeyd olunur ki, bu qida tez-tez zədələnmiş qablaşdırma səhv etiketləri və ya ən yaxşı istifadə tarixinə yaxın olması kimi kiçik səbəblərə görə rədd edilir. Instead of being thrown away, chefs and volunteers work together to prepare it and create creative meals with daily changing menus. Qeyd olunur ki, bu kiçik səbəblər baxmayaraq ki, təhlükəsiz və qidalı qalırlar. Aşpazlar və könüllülər atılmaq əvəzinə onu hazırlamaq və gündəlik dəyişən menyularla yaradıcı yeməklər yaratmaq üçün birlikdə çalışırlar. They assume it may be unsafe or of low quality. Onlar bunun təhlükəsiz və ya keyfiyyətsiz ola biləcəyini düşünürlər. However, these cafes try to change this opinion by serving high-quality meals in clean and modern environments that look like normal restaurants. Halbuki bu kafelər normal restoranlara bənzəyən təmiz və müasir mühitlərə yüksək keyfiyyətli yeməklər təqdim etməklə bu fikri dəyişdirməyə çalışırlar. These dishes are carefully prepared and presented. Yeməklər diqqətlə hazırlanır və təqdim olunur. Because the menu depends on available food, customers get a different experience every time they visit. Çünki qeyd olunur ki, menyu mövcud yeməklərdən asılı olduğundan müştərilər hər dəfə ziyarət etdikdə fərqli bir təcrübə qazanırlar. Another important feature of these cafes is their flexible payment system, usually based on a pay-as-you-feel model where customers decide how much to pay after their meal. Bu kafelərdən digər vacib xüsusiyyəti adətən müştərilərin yeməkdən sonra nə qədər ödəməyə qərarlaşdırdıqlarıdır. Hiss etdiyiniz kimi ödəyim modelinə əsasən çevik ödəniş sistemidir. This makes the restaurants accessible to people with different incomes and encourages a sense of community responsibility. Bu restoranları fərqli gəlirləri olan insanlar üçün əlçatan edir və icma məsuliyyəti hissini təşviq edir. Some places also allow customers to volunteer in the kitchen instead of paying money. Bəzi yerlərdə müştərilərə pul ödəmək əvəzinə mətbəxdə könüllü işləməyə də icazə verilir. In this way, these cafes help reduce food waste and also support local communities. Bu yolla bu kafelər qida israfının azaldılmasına və yerli icmaları dəstəkləməyə kömək edir. Decide whether the statements are true or false. Qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır. İlk cümlədə qeyd olunur. Food waste cafes attempt to shift public opinion by serving quality dishes in clean and modern surroundings. Birinci cümlə mətnə görə doğru hesab olunur. Çünki 3-cü paraqrafdakı məlumata əsasən kafelər ictimaiyyətin rəyini, yəni onların qarşı olan rəyini dəyişməyə görə yüksək keyfiyyətli qidaları təmiz və müasir ətraf mühit şəraitində xidmət göstərirdilər. İkinci cümləmizdə
Many supermarkets and restaurants throw away food even when it is still safe and suitable for eating. İkinci cümlədə mətnə görə doğru hesab olunur. Çünki birinci paragrafdakı məlumata görə supermarketlər, fermalar və restoranlar hətta təhlükəsiz qidaları belə tullanmışdılar. Üçüncü cümləmizdə certain food items are removed from sale due to minor defects such as broken packaging, incorrect product information. Üçüncü cümlədə mətnə görə doğru hesab olunur. Çünki ikinci paragrafda verilən məlumata görə yanlış qeyd olunur ki, etiketlənmə və yaxud da ki, istifadə tarixinə yaxın olma və zərər görmüş bağlanmaya əsasən bu tipli məhsullar rədd olunur. Dördüncü cümləmizdə isə food waste cafes usually offer only fixed price menus that customers must pay in advance or after the meal. Yəni tullantı qida kafeleri adətən yalnız fiksləşdirilmiş qida menyusunu, qiymət menyusunu təqdim edirlər ki, müştərilər yeməkdən sonra və ya əvvəl ödəniş etməlidir. Dördüncü cümlə mətnə görə yanlış hesab olunur. Çünki dördüncü paragrafdakı məlumata görə onların təqdim etdiyi ödəniş sistemi dəyişkəndir. Adətən, yəni öz istədiyin kimi ödə deyə bu sistemə əsaslanır və müştərilər qərar verirlər ki, yeməkdən sonra nə qədər pul ödəsinlər. Qeyd olunan məlumatlara əsasən 1, 2, 3-cü cümlələr true və 4-cü cümlə false götürülür.